Mən birinci sinifə gedəndə əlifba kitabımın ilk səhifəsində bir şeir vardır. Ay havadan uçan durna, bizi qoyub qaçan durna. Get xoş gəldin, səfa gəldin, gələcəksən haçan durna. Mən dərsliklərimizdə belə şeir istəyirəm. Təəssüflər olsun ki, belə şeirlər də çox azdır. Dərsliklər və şeirlər, müasir ədəbiyyatımız, uşaq ədəbiyyatımız məhz bu məsələdən danışacaq. Xoş gördük, hörmətli tamaşaçılar. Bəyyab verilişi efirdədir. Bugün uşaq ədəbiyyatından danışacaq. Ona görə də çox maraqlı qonaqlar, uşaq ədəbiyyatının gözəl nümayəndələrini dəvət etmişik. İstəyirəm mən onları sizə təqdim edim. Filologiya elmləri doktoru, professor, tanınmış uşaq şairi, əməkdar mədəniyyətçisi Rafiq Yusifoğlu. Təşəkkürlər. Rafiq Yusifoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru, professor, əməkdar mədəniyyət işçisi. 2 yanvar 1950-ci ildə Qubadlı rayonunun Çardaqlı kəndində anadan olub. Burada 8 illik məktəbi, 1966-cı ildə isə Qubadlı qəsəbə orta məktəbini bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1978-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə Azərbaycan poemasının inkişaf problemləri mövzusunda namizədlik, 2006-cı ildə isə 20-ci əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1971-1985-ci illərdə Sumqayıtda müxtəlif məktəblərdə müəllimlik edib. 1985-1992-ci illərdə Göyərçin jurnalında şöbə müdiri, 1992-1996-cı illərdə məsul katib kimi çalışıb. 1997-ci ildən Göyərçin jurnalının baş redaktorudur. Həmçinin 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının xəbərlər baş redaksiyasında elm, mədəniyyət, incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb. Sumqayıt Dövlət Universitetinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professorudur. 1966-cı ildən dövrü mətbuatda şeirləri, məqalələri ilə müntəzəm çıxış etməyə başlayıb. George Byronun, Peter Schultz'un, Hans-Jürgen Heise'nin, Ulla Hann'ın, Rosa Auslander'in və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Əsərləri əsasında Qəm Karvanı, Bütün Azərbaycan Əskər olmalı televiziya tamaşaları çəkilib. Digər qonağımız filologiya üzrə fəlsəfə doktoru, Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent, Bakı Dövlət Universitetinin müəllimi Fidan Əbdürrəhmanova. Fidan Əbdürrəhmanova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent. 4 iyun 1980-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini 2000-ci ildə bakalavr, 2002-ci ildə magistratura pilləsi üzrə bitirib. 2012-ci ildə müasir Azərbaycan poeziyasına psixologizm mövzusunda müdafiə edərək fəlsəfə doktoru dərəcəsi, 2018-ci ildə dosent elmi adı alıb. Lirikada psixologizm, istiqlal arzusu ilə yaşayan şair kitabları nəşr olunub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsində böyük elmi işçi və Bakı Dövlət Universitetində müəllimdir. Uşaqların hissləri, psixoloji vəziyyəti və düşüncə tərzi ilə bağlı çox saylı hekayələr müəllifidir. Uşağın duası, Yuxulu mələklər, Zəfər tarixinin uşaqları kitablarının müəllifidir. Müxtəlif beynəlxalq və respublika miqyaslı konferansların iştirakçısı, prezident mükafatçısıdır. Bugünkü mövzumuz belədir, müasir uşaq ədəbiyyatımız və dərsliklərimiz. Siz tanınmış uşaq ədəblərisiniz, yəni əsərləriniz müntəzəm olaraq çap olunur və uşaqlar və hörmətli tamaşaçılar da sizi çox yaxşı tanıyır. İstəyirəm ki, bu məsələlərdən danışaq. Rahim müəllim, uşaqların çantası çox ağırdır. Uşaqların çantası ağırdır, düzdür. Amma yaxşı olardı ki, mənəvi ağırlıq güc gələydi. Söhbət elə təkcə çantanın ağırlığında deyil. Elə dərsliklərimizdə də uşaqları o qədər yükləyirlər ki, bir var sadədən mürəkkəbə doğru gedirsən, bir də var ki, o çantanın ağırlığı həm də düşüncənin ağırlığındadır. Çantanın ağırlığı düşüncənin nə mənada deyirəm? Yəni adi bir şeirdir.
Buna o qədər mürəkkəb tapşırıqlar qoyulur ki, adam fikirləşəndə çətinlik çəkilir. Bir maraqlı bir faktı deyirəm. Mənim nəvəm indi böyükdür. 5-ci sinifdə idi, 4-cü sinifdə idi oxuyanda Azərbaycan dilində bir çalışma vardı. Özü də mənim şeirim idi. Mənim şeirimin çalışması gətirdi ki, baba buna bax, mən oturdum, doğrusu çətinlik çəkdim də. Uşaq hiss elədi ki, çətinlik çəkirəm. Deyir ki, baba, sən bax, tapana qədər mən gedim, oynayım, gəlim. Sizin öz Mənim nəvəm deyir ki, öz şeirim idi. Yəni, ağırlıq söhbəti deyirsiniz, doğrudan da çantalar ağırdır. Yəni, onu aparıb gətirmək biraz çətin məsələdir. Bir analoji, bir bənzətmə aparmaq istəyirəm. Yox, uşaq getdi, gəldi, siz məsələni həll elədiniz, yoxsa? Yox, eləyə bildim, elədim. Yəni, o maraq ondadır ki, deyir ki, sən fikirləşənəcəm, mən gedim, oynayım, gəlim. Yəni, vaxt baxım, vaxt tapıb oynayım, gəlim. Yəni, uşağın marağı oynamağadır. Analoji deyirəm, bir demək, müqayisə gətirmək istəyirəm. Mənim 2 nəvəm Amerikada oxuyur. İkisi də 1-ci, 2-ci sinifdən, indi böyükdülər. Princeton Universitetinin tələbəsidir biri. O birisi də 11-ci sinifə keçib. Maraqlı nədir orada? Orta ibtidai sinifə gedəndə də uşaqlar özləri ilə apardıqları çantanın içində dərslik olmurdu. Ancaq su qabı yemək olurdu. Dərsliyi, gör orada onların təcrübəsini deyirəm, dərsliyi nə edirdilər? Bir səhifədə orada Xerox nəsə edirdilər, uşaqlara verirdilər, orada işlədirdilər. Uşaqların dərsliyi yox idi. Bax, o bir maraqlı bir təcrübədir. O da maraqlı, doğrudan maraqlı ki, sən bir dənə də maraqlı təcrübə, yadıma düşmüşkən də qayıtmayaq deyə bir də. Buranın o balaca siniflərin uşaqlarında da bizdə şərəf lövhəsi var, orada şərəf lövhəsi yox idi. Mən maraqlandım ki, nə yoxdur? Deyir, uşağı uşaqdan fərqləndirmək olmaz. Hamısı uşaqdır. Hamısı eynidir. Fərqləndirmək olmaz. Yəni, bizdə biraz fərqlidir, onlarda biraz fərqlidir. Əlbəttə, bizim təhsilimizin üstünlüklərini heç vaxt danmaq olmaz. Təbii ki, danmaq olmaz, ancaq biz onun daha yaxşılaşdırılması, dərsliklərimizin yaxşılaşdırılmasına çalışmalıyıq. Fidan xanım, siz uşaqları çox sevirsiniz. Mən sizin kitablarınızı oxumuşam. Sizdə uşaq obrazları çox gözəldir, həm də kədərlidir. Bunlar şəhid uşaqlarıdır, həm də və uşaq bir nəsə danışmaq istəyir, öz xatirələrini. Mən məhz o uşağın dilindəndir. Necədir bizdə uşaq ədəbiyyatı? Bax, indi gələk o ağır çantanın içindəki o ağır kitabın gələk indi içinə. Mən sizin danışdığınız həmin məsələnin bir cümlə ilə növbəti fikrimə keçmək istəyirəm. Yəni, hər bir uşaq öz yükünü daşımalıdır, daşıya biləcək həddə olmalıdır. Kitablar mı yüngül olmalıdır, yoxsa uşaqlar mı daha çox düşünməli, oxumalıdır, yoxsa uşaqlar daha güclü olmalıdır? Bilmirəm, burada nəsə bir, belə deyim ki, bir uyğunluq olmalıdır. Əgər o yükü daşıya bilmirsə uşaq, onu oxuya da bilməyəcək axıra qədər. Bir də bir məsələni qeyd etmək istəyirəm mən. Hər şey dəyişib. Biz əvvəlki kimi heç nəyə yanaşa bilmərik. Hər şey çox dəyişib. Yaxşılığa, pisliyə? Yaxşı mənada, yeniliyə dəyişib. Bəli, yeniliyə. Yəni, bütün hallarda yenilik özünü göstərir. İstir təhsildə, istir uşaqların psixologiyasında, istir ailələrdə böyüyən uşaqların valideynlərinin həyat tərzində, iş yerində. Yəni, hər şeydə yenilənmə var. Biz bunu inkar edə bilmərik. Amma biz necə onu qəbul edib, necə ötürə bilirik? Necə biz onu, hansı metodlarla biz evimizdə onu müəllim auditoriyada, valideyn evdə, biz onu hansı üsullarla tətbiq edə bilirik? Bu metodlar dəyişməlidir. Biz köhnə insanlarıq, amma metodlar yenidir. Məsələn, mən orta məktəb kitablarına baxıram, oxuyuram da, baxıram. Biraz yanaşma tərzi. Məsələn, bizim uşaqlar hamısı intellektual səviyyədə yüksəkdir. Biz bunu dana bilmərik. Uşaqlarımız çox ayıq-sayıqdır. Çox hər şeyi oxumaq istəyir, bilmək istəyir. Bəs nədə geridə qalırlar? Onu təqdim etmək metodumuz bizim. Yəni bilir, onu realizə edə bilmir. Müəllim, valideyn və bir də şagird, tələbə üç bucağı var. Bax, bu ünsiyyət. Bu normal deyil. Burada problem var. Çünki yaxşı şeirlərimiz var, amma dərslikdə bəzən görürsünüz ki, onlar özünü göstərmir. Və yaxud yaxşı şeirlər var, müəllim onun yaxşı tərəfini izah eləməyi bacarmır. Və yaxud valideyn onu evdə ona öyrədəndə düzgün istiqamətdə öyrədə bilmir. Yəni, o aşılamaq var. Biz müəllim də, valideyn də yol göstərəndir. Biz heç kəsin beyninə nəyisə zorla tətbiq edə bilmərik. Heç uşaqdan böyüyə.
Heç kimin xasiyyətini dəyişə bilmərik, heç kimin yanaşma tərzini biz onu dəyişə bilmərik, öyrədə bilmərik. Amma biz ona yol göstərə bilərik, biz yön verə bilərik. Yəni istiqamət verə bilərik. Biz hamımız istiqamət verən və biz görürsünüz bəzən olur ki, hansısa bir söz deyirik və ya hansısa bir şeir oxuyuruq, beynimizə bir ideya gəlir. Falan kəs də bu haqda belə yazmışdı və yaxud mən də bu haqda belə şeir yaza bilərəm. Bütün şairləri soruşsa, uşaq vaxtı deyirlər ki, yəni yəqin ki, mənim sizdə də yəqin o proses olub. Uşaq vaxtı hansısa bir şairin, klassikin şeirini oxumusunuz və yaxud siz məsələn deyirsiniz ki, mən də belə yaza bilərəm və yaxud içinizdən gələn bir hiss olub, nəyisə ya qızılmaqara kimi uşaq vaxtı yazmısınız. Yəni bu indi yoxdur. O his gəlmir. Bu yoxdur uşaqlarda. Bu his gəlmir və hətta bəzən belə deyirlər ki, bu şeiri yazmağa nə var? Yəni çünki yorulur uşaq. Uşağı bezdirmək olmaz. Biz özümüz belə bəzən eynilikdən bezirik. Uşağı maraqlı istiqamətdə. Məsələn, əvvəllər bədii qiraət dərsi var idi. Həftənin bir günü bizim dövrümüzdə, məsələn, mən uşaq vaxtı İndi yoxdur o qiraət. İndi o qiraət kitabın içində, dərsliyin içindədir. Uşaq o maraqsızdır. Bizə deyirdilər ki, hansı kitabı istəyirsinizsə oxuyun, gətirin və burada onu müzakirə edək. Amma indi məhz hansı kitabın içində bədii qiraət yeri var ki, bir bölməsi, orada istənilən, məsələn, seçim edən insanlar uşağın zövqünə uyğun yox, öz zövqünə uyğun ora bədii əsərlər daxil edib və məcbur edirlər ki, uşaq bunu oxusun, müzakirə etsin. İndi biz uşağı onu məcbur edə bilmərik. Hətta bizim dövrümüzdə belə bizə bunu məcbur edə bilmirlər. Deyirlər ki, özünüz oxuyun, özünüz seçin, özünüz gətirin. Öz seçimi indidən başlamalıdır. Bəli, uşaq öz əgər seçimi. məcbur eləsən, uşaqda aqressiya əmələ gələcək. Əlbəttə bezəcək, zorlanacaq, özünü artıq müəyyən mənada nəyisə təhkim olunmuş hiss edəcək. Yəni uşaq azadlıqda böyüməlidir. Biz hər şeyi uşağa təqdim etməliyik, istiqamət verməliyik, amma seçimini, onun düşüncə tərzini dinləməliyik. Özü seçməlidir, özü tapmalıdır. Çünki özü seçəndə yaxşı olur da. Qəşəng, bugün biz elə bir zamanda yaşayırıq ki, dövrdə yaşayırıq ki, rəqəmsal bir dövrdür. Yəni istənilən uşaq, istənilən dünyanın istənilən bir yerində kitabxanasında olan bir əsəri oxuya bilər. Amma halbuki məsələn 90-cı illərdə, 80-ci illərdə bu yox idi. Biz kitabxanaları axtarırdıq. Mən hətta atamın rayonundakı kəndinə gedirdim. O kənddən, kitabxanadan gedib seçirdim ki, görün burada hansı kitablar var, biz görməmişik. Mən orta məktəb vaxtından danışıram. Bizdə necə çətin idi, amma yenə də seçim vardı. Mən gedib seçirdim, gətirirdim, müəllimə verirdim. Məsələn, bugün o vaxt soruşanda hamı şeir bilirdi, amma indi uşaqların çoxu şeir bilmir. İndi yenə hansısa bir əfsanə, gəlin soruşaq, təmsil, əfsanə, rəvayət hansı uşaq bilir? Dədə Qorquddan hansı uşaq bilir? Misal gətirsin. Hətta bir söz deyim ki, bir aforizm kimi desin. Hətta bizim, məsələn, bir filmlərdən desin. Yoxdur. Maraqsızdır ona görə. Və bütün bunları da bilmək uşaqlarda dil qabiliyyətini, mühakimə qabiliyyətini, ünsiyyət bacarığını inkişaf etdirir. Kommunikasiyanı genişləndirir. Düşüncə tərzini, yəni o dar mühitdən çıxarır uşağı. Yəni istər-istəməz uşaq özü düşünür və özünün ideyaları yaranır. Bugün uşaqların heç birisi heç nə yazmaq istəmir. Hamısı nəsə açmaq istəyir, hansısa biznes qurmaq istəyir, hansısa bir... Amma əvvəllər necə idi? Məsələn, əvvəllər uşaqlar mütləq hansı peşədən asılı olmayaraq, arzusu hansı peşə olur olsun, mütləq onların bir yaradıcılıq üslubu var idi. Məsələn, nəsə yazırdı. Öz arzusunu yazırdı. Gizlincə şeir yazırdı. Və yaxud mənim arzum adında inşa yazırdı. Bəli. Mən kim olmaq istəyirəm adında inşa yazırdı. Mən kimə bənzəmək istəyirəm adında inşa yazırdı. Düzdür. Və şübhəsiz ki, yəni biz, mənə elə gəlir, bu mənim şəxsi fikrimdir, mən də müəlliməm. Bax, o inşa yazılar ki var orta məktəblərdə, öyrədici inşa, imla, ifadə və yaxud səsli oxu, bunları bərpa eləmək lazımdır ki, bu uşaqlarda həm ünsiyyət bacarığını, həm rabitəli nitqinin inkişafını... Təxəyyülü formalaşdırır. Səsli nağıl bugün hal-hazırda bizim o vaxt nənələrimizin, analarımızın bizə danışdığı uşaq vaxtı laylalar, belə deyim, əhvalatlar, hadisələrdən doğur. Haradasa onun müasir bir formasıdır. Amma bugün gəlin, baxaq görək, hansı ana uşağını gecə vaxtı yatanda nağıl danışır? Telefondadır. Bəli. Hansı nənə sosial şəbəkədə nələrisə baxır, gülür öz üçün. Bölüşmür. Və nə etmək lazımdır? Çünki hər kəs evindəki insana dəyər verməlidir. Xüsusilə də uşağa dəyər verməlidir. Çünki o uşağı biz öz yerimizə qoyub gedirik. Biz o uşağı yetişdiririk. Bizim missiyamız hamımızın öz yerimizə uşağı yetişdirmək, cəmiyyəti formalaşdırmaq. Bu evdən başlayır. Rahmər, dərsliklərimizdən danışdıq. Bax, indi bizim uşaq ədəbiyyatımızda da müəyyən dəyərli şeirlərlə bağlı
artıq uşağın yaşına, düşüncəsinə uyğun olmayan pafoslu şeirlər var. Bilirsən ki, uşaq belə danışa bilməz də, müəllif öz dilini tərcüm edib uşağın dilinə ki, belədir. Yəni təbii uşaq obrazları bizim şeirlərimizdə azdır. Bilirsiniz, bu Fidan xanımın da söhbətinə qulaq asdım. Sizin də söhbətinizə istiqaməti gördüm. Hər dövrün öz qanunayonluqları var. Bir tərəfdən deyirik ki, uşağa diktə eləməyək, belə eləməyək. Bir tərəfdən deyirik, uşağa azadlıq verək, nə bilim, neynəyək. Bu da diktədir. Bunun özündə də uşağa azadlıq... Yəni, azadlıq verməyin özü də diktədir. Bunun özündə də bir diktə var. Mənim yadıma o dərslikdən danışırsınız, ona görə deyirəm. Bernard Shaw'un bir sözü düşdü. O deyir ki, xahiş edir ki, dərslik yazanlara, xahiş edirəm, mənim əsərlərimi dərsliklərə salmayın. Çünki uşaqlar məni sevməyəcəklər. Mən Şekspiri sevmədiyim kimi. Fikir verirsiniz cümlənin axırına. Uşaqlar məni sevməyəcəklər. Mən Şekspiri sevmədiyim kimi. Dərslik bilirsiniz, bu elə-belə məsələ deyil. Dərslik söhbəti var. Dərsliyin özündə, məsələn, o deyirik, belə azad olmalıdır, neynəməlidir. Sadəcə bir reallıq var da, reallıq nədən ibarətdir? Bizdə 10-cu sinifəcə təhsil nədir? 11-ci icbaridir. Təhsil icbaridirsə, o tamam özü başlı başına buraxmaq olmaz ki, get sən nə istəyirsən elə. Bu, atalar sözlərində də var. Uşağı öz başına qoymazlar, deyirlər. Belə məsələlər var. İndi çətinlik nədədir? Çətinlik ondadır ki, o didaktikaya, nəsihətə o qədər ehtiyac yoxdur. Gərək elə olsun ki, elə əsərlər olsun ki, o əsərlər oxuyanda uşağın marağı olsun. Uşağın marağı olsun ki, nədir? Məsələn, tutaq bir var, deyirsən, divarı yazma. Bir var, Əli Kərimin şeirində bir şeiri var, maraqlı şeirdir. Deyir ki, uşaq divarı yazırdı, adam yoxdur, deyirdi. Görəsən, onun öz adam deyildi. Bir var bu cür yanaşmalı, bir də var ki, diktə eləyəsən ki, bu cür olmalıdır. Bir də uşaq ədəbiyyatı, dərslik bir-birindən ayrılmazdı. Siz bizim qədim dərsliklərimizə baxın. Hamısının müəllifləri yazıçılardır. O cəhd göstərən, məktəb açmağa cəhd göstərən Azərbaycan yazıçılarını deyirəm, rusları demirəm də, maarifçilik hərəkatı ilə birbaşa bağlıdır. Tutalım, Abbasqulu Ağabaşxanov çalışırdı ki, məktəb açsın, arzusunu reallaşdıra bilmədi. Seyid Əzim Şirvani, görürsünüz, nə qədər uşaqlar üçün şeirləri var, həmən məqsədləndir. Mirzə Ələkbər Sabir, həmən məqsədləndir. Abdullah Şaiq, həmən məqsədləndir. Bunların bir istiqaməti, o gör-götür dünyasında, dövrəmizdə olan digər xalqların ədəbiyyatından bəhrələnməyə üstünlük tuturdular. Eləsi vardı, Rus ədəbiyyatından müraciət edirdi. Yəni, Rus ədəbiyyatının nə mənada müraciət edirdi? Tutaq ki, maarifçilik hərəkatı da bir-biri ilə bağlıdır. Həm region baxımından bağlı olmuş, həm də ki, elə mədəniyyət baxımından. Tutaq ki, o boyda Hərb və Sülh əsərini yazan, Anna Kareninanı yazan, Lev Nikolayev Tolstoy, Dirilməni yazan belə bir adam o uşaqlar üçün deyirdi, əlifba yazıram. Bu əlifba nədən ibarət? Onun seçilmiş əsərləri var. 12 cilddən ibarətdir. Onun 2 cildi o əlifbadır. Əlifba deyəndə şərti əlifbadır. Nədir? Burada söhbət nədən gedir? Onun qızının xatirələrində var. Deyir, atam oxuyurdu. Başqa xalqların ədəbiyyatını, nağılları oxuyurdu. Bunları tərcümə edirdi, işləyirdi. Müəyyən hissələr vardı. Məsələn, bir faktı deyim, biz orta məktəbdə oxuyanda, indi təsəvvür edir ki, nə qədər vaxt keçib, orta məktəbdə oxuduğum illərdə bir nağıl vardı, Lev Nikolayev Tolstoyun nağılı. Bəlkə Fidan da xatırlayır, onların nəsildə onu keçirirlər. Ay sənə nə dedi? 2 yoldaş gedir, deyir. Mənə elə gəlirdi ki, bu Lev Tolstoyun, bütün kitablarda da adı Lev Tolstoy. Allah rəhmət eləsin, mən jurnalda bir dəfə gördüm ki, Ələviyyə xanı məktub göndərib, 2 dənə yazı göndərib. Bunların birinin Azərbaycan dilində hekayədir, adı Eşşəkdir. Məndən xahiş edir ki, məktub yazır, o məktub məndə də durur. Deyir, o başlıqda mənim adımı verməyin, ayaqda verin. Uşaqların psixologiyası var, adı oxuyacaq, sonra o birisini oxuyacaq. Bir də bir tərcümə göndərirəm sənə. Bunu da xahiş edirəm, çox verin. Oxuyuram, Qrim qardaşlarının nağıllarıdır, ay sən nə dedi nağılıdır. İndi gör, Qrim qardaşlarının nağılı. Necə olub? O qızının sözünü deyirəm. Deyir, oxuyurdu. Dünya ədəbiyyatında nə vardısa,
onları seçirdi, yığcam şəkildə işləyirdi. Hətta Kəllə və Dimlədən də var orada, Qabusnamədən də var orada. İstəyirdi ki, olmuş hadisələr var idi. Onlardan da istifadə edirdi. Sadə, aydın, Sadə, aydın. Və uşaq oxuyurdu və ona dediyi bir söz də deyim, sonra fikrimizi davam edərik. Deyir ki, o biri kitablarımı oxumaya bilərlər. Amma bu kitabı kəndli balasından tutmuş çar uşağına qədər hamı oxumalı. Hamı oxuyacaq. Deməli, uşaq ədəbiyyatı elə bir ədəbiyyatdır ki, vacib bir ədəbiyyat. Strateji, əhəmiyyət kəsb edən bir ədəbiyyatdır. Onu sadə, fəhlə uşağından, adi kəndli uşağından tutmuş, rəhbərlərin uşaqlarına qədər, alimlərin uşaqlarına qədər hamı oxumalıdır. İlkin mərhələdir də. O, təbiətdən götürürük də. Balıqlar gedir, kürü qoyur. Ən saf yerdə kürü qoyurlar. Orada körpələr əmələ gəlir. Biraz özünə gələndən sonra çaya gedirlər. Uşaq ədəbiyyatı da budur ki, o hazırlıq mərhələsidir. Hazırlayırsan, böyük ədəbiyyata gedir. Hazırlayırsan, deməli, həyata gedir. Bu cür fikirləşirəm mən, bu məsələ. İlham müəllim, Fidan xanım, bizim bu mövzu ilə bağlı bir sujetimiz var. İstəyirəm ki, o sujetə baxaq, sonra söhbətimizi davam etdirək. Uşaq ədəbiyyatı hər bir xalqın mənəvi sərvətinin mühüm hissəsidir. O, uşaqların dünya görüşünün formalaşmasında, mənəvi dəyərlərə yiyələnməsində, təxəyyülünün, nitqinin və yaradıcılıq qabiliyyətinin inkişafında əvəzsiz rol oynayır. Kitab uşağı düşündürür, ona həyatı müxtəlif tərəflərdən tanıdır, yaxşı ilə pisi ayırt etməyi öyrədir. Lakin müasir dövrdə uşaq ədəbiyyatı bir sıra problemlərlə qarşılaşır və bu problemlər həm müəllifləri, həm nəşriyyatları, həm də valideyn və müəllimləri düşündürür. Son illərdə texnologiyanın sürətli inkişafı uşaqların gündəlik həyatına ciddi təsir göstərib. Telefonlar, planşetlər, sosial şəbəkələr və kompüter oyunları onların vaxtının böyük hissəsini alır. Rəqəmsal mühit uşaqlar üçün daha cəlbedici göründüyündən kitab oxumağa maraq əvvəlki illərlə müqayisədə azalıb. Uşaqlar qısa videolara və sürətli informasiyaya öyrəşdikləri üçün uzun mətnləri oxumaqda çətinlik çəkirlər. Bu isə mütaliə vərdişinin zəifləməsinə, söz ehtiyatının azalmasına və bədii düşüncənin inkişafının ləngiməsinə səbəb olur. Bu məsələnin bir tərəfi, digər tərəfdən problem həm də ədəbiyyatdadır. Bu problemlərdən biri uşaqların yaş xüsusiyyətlərinə və maraqlarına uyğun keyfiyyətli əsərlərin kifayət qədər olmamasıdır. Müasir uşaqlar fərqli dövrdə yaşayırlar. Onların maraqları, qarşılaşdıqları problemlər və düşüncə tərzi əvvəlki nəsillərdən fərqlənir. Buna görə də onlar özlərini kitablardakı qəhrəmanlarda görmək, gündəlik həyatlarına yaxın hadisələri oxumaq istəyirlər. Lakin bəzi əsərlər bu tələblərə cavab vermir və uşağın diqqətini cəlb edə bilmir. Yerli müəlliflərin uşaq ədəbiyyatına marağının azalması da diqqət çəkən məsələlərdəndir. Bu sahədə yazan müəlliflərin sayı çox deyil. Yazılan əsərlərin bir hissəsi isə kifayət qədər tanıdılmır. Nəticədə uşaqlar daha çox xarici müəlliflərin əsərlərini oxuyur. Xarici ədəbiyyatın tərcüməsi vacib olsa da, uşaqların öz milli dəyərlərini, tarixini, adət-ənənələrini və milli qəhrəmanlarını tanıdan yerli əsərlərin də çox olması böyük əhəmiyyət daşıyır. Nəşriyyat sahəsində mövcud problemlər də uşaq ədəbiyyatının inkişafına təsir edir. Kitabların nəşri və çap xərclərinin artması onların qiymətini yüksəldir. Bu isə bir çox ailələrin yeni kitablar almasını çətinləşdirir. Eyni zamanda bəzi kitabxanalar müasir nəşrlərlə kifayət qədər təmin olunmur. Uşaqlar yeni və maraqlı kitablarla tanış olmaq imkanını hər zaman əldə edə bilmirlər. Mütaliə vərdişinin formalaşmasında ailənin rolu da böyükdür. Əgər valideyn özü kitab oxuyursa, uşağı ilə birlikdə mütaliə edir və kitab haqqında söhbət açırsa, uşaq da kitaba maraq göstərir. Məktəblərdə də mütaliəni təşviq edən tədbirlərin, kitab müzakirələrinin, müəlliflərlə görüşlərin və oxul layihələrinin daha geniş keçirilməsinə ehtiyac var. Müasir uşaq ədəbiyyatının inkişafı üçün bir sıra addımlar atılmalıdır. İstedadlı müəlliflər dəstəklənməli, uşaqların maraqlarına uyğun mövzularda yeni əsərlər yazılmalı, keyfiyyətli illüstrasiyalara malik kitablar nəşr edilməlidir. Kitabların əlçatanlığının artırılması, kitabxanaların zənginləşdirilməsi və mütaliə mədəniyyətinin ailədə və məktəbdə təşviqi də mühüm əhəmiyyət daşıyır. Bundan başqa rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə elektron kitablar və audio kitablar da uşaqlar üçün daha cəlbedici formada təqdim oluna bilər. Uşaq ədəbiyyatı gələcəyin oxucusunu, düşünən və yaradıcı insanını formalaşdırır. Bu sahədə mövcud problemlərin həlli yalnız yazıçıların və nəşriyyatların deyil,
bütün cəmiyyətin ortaq vəzifəsidir. Uşaqların kitabla dostluğu nə qədər güclü olarsa, onların mənəvi dünyası, təfəkkürü və gələcəyi də bir o qədər zəngin olar. Sujetdən də göründüyü kimi, burada hadisələr hamısı bir-biri ilə bağlıdır. Uşaq ədəbiyyatı böyük ədəbiyyatının əvvəlidir. Kukla teatrı azdramanın əvvəlidir. Çünki Göyərçin jurnalı da Azərbaycan jurnalının əvvəlidir. Əgər Göyərçin jurnalının oxucusu olmasa, Azərbaycan jurnalını oxumayacaq. Kukla teatrının tamaşaçısı olmasa, azdramanın tamaşaçısı olmayacaq. Çünki balacalar oradan hazırlanır, gəlir. Fidan xanım, ümumiyyətlə bizim dərsliklərimizdən sizin hər hansı bir əsəriniz, hekayəniz dərsliyə salınıb? Xeyr, sağ olun. Dərslik müəlliflərdən müraciət eləmişsiniz? Xeyr, mən heç yerə müraciət eləməmişəm bu haqda. Ona görə ki, bu mənim işim deyil. Yəni əslində bu onlar bizim işimiz deyil. Onlar sənin kitabından götürməlidirlər Bəli, üzləri. onlar məsələn bu işlə məşğul olan qurumlar, yəni alimlərmi, insanlarmı, yəni özləri bu son illər, əgər müasir bir dövrdə, məsələn son 10 ilin hekayələrinə baxırlarsa, uşaqlar üçün yazılmış, orada təbii ki, yazanlar burada kimisi fəlsəfə doktorudur, kimisi deputatdır və yaxud kimisi bir iş yerindən və yaxud vəzifəsindən asılı olmayaraq sadə bir məktəb müəllimi ola bilər. Amma çox gözəl hekayə ola bilər, öyrədici ola bilər. Yəni bu yazıcı da ola bilər, şair də ola bilər, bu bir müəllim də ola bilər, bir pedaqoq da ola bilər. Yəni istənilən bir insanın uşaqlar üçün öyrədici, onların psixologiyasına, yaşam tərzinə düzgün təsir edən bir hekayəsi varsa, bunu mütləq ora salınmalıdır. Buna heç şübhəsiz ki, bu uşaqlara maraqlı olacaq. Fidan xanım, bir sözü deyim mən. Buyurun. O deyir, başına gələn başmaqçı olar da. İndi fikirləşirəm, 66-cı ildən mən çap olmuram. 60 il eləyir, 60 il eləyir. Bəli. Və indi dərsliklərdə ən çox şeirləri çap olunan, nağılları çap olunan müəlliflərdən biri mənəm, yox elə birincisiyəm. Nə mənada deyirəm? Nə mənada deyirəm onu? Onu bilmirdim mən. Dərsliyin hamısından xəbərim olmur axı. Köçərli adına Respublika Uşaq Kitabxanası mənim biblioqrafik göstəricilərimi hazırladı. Sağ olsun, buradan salamlayıram. Akademik Sahib Bəyli də ona ön söz yazdı. Bəli. Orada o sistemlaşdırırlar da, dərsliklərə düşən biblioqrafik göstəricidə həmişə yoxdur. Bu dərslikdən çıxıb ora düşüb, oradan çıxıb bura düşüb. Mənim biblioqrafik göstəricim, dərsliyə düşən biblioqrafik göstəricim 400-ü ötüb. 400-ü ötüb. Özü də indi deyirsiniz müraciət eləmək. Mən kim idim ki, orta məktəbdə müəllim işləyirdim. Allah rəhmət eləsin Yahya müəllimə. Yahya Kərimov. Yahya Kərimov. Gözəl dərslik müəllimi. Mənim ilk şeirimiz salıb o dərsliyə. Məşhur şeirdir. Bəlkə Fidangilin nəsildə o şeir oxuya böyüklər. Oyun əsasında yazılan şeir. Bənövşə, bəndə düşə, bizdən sizə kim düşə? Gülə-gülə söylədi dəstə başçımız Rövşən. Adı gözəl, özü gözəl Bənövşə. Yaman şeymiş bu şeytan. Bəndə qırdı, qopardı, üstəlik Nərgizi də dəstəmizdən apardı. Yahya müəllim heç məni tanımırdı. Bu şeiri nəyə görə deyirəm? Fidan xanım, nəyə görə deyirəm? Dərslik, bilirsiniz, mən müəyyən mənada bu işin içində olmuşam, indi içində deyiləm. Amma müəyyən mənada kurikulumdan yazılan ilk dərsliyin, Azərbaycan dili dərsliyinin 2008, 9, 10, 11 bu illərdə də olan dərsliyin müəllifiyəm mən, aparıcı müəlliflərindən biriyəm. Nizami Cəfərov idi, mən idim, digər müəllimlər idi, filan da təşkil eləmişdilər. Mənə tapşırmışdılar mətnlər yazmağı. Bax, indi bizi tənqid edirlər, bizi deyənlər ən çox da mənim adaşımı tənqid edirlər, məni də tənqid edirlər. Elə bir-birimizdən ayırmırlar, sən niyə belə yazmısan? Bir var yaxşı şeir, gözəl şeir, bir var dərslik şeiri. Dərslik şeirin prinsipləri var. Amma dərslik şeiri də mücərrəd olmuyor. Yox, mücərrəd olmuyor. Məsələn, mənim o deyirəm ki, Bənövşə bəndə düşə tamam ayrı şeydir. Tutaq ki, Üsrənli bayraq şeirim var. Uzun illərdir oradadır. Bu Üsrənli bayrağım gözümün işığıdır. Azadlıq yağışından doğan göy qurşağıdır. Üstündəki ay ulduz gəlir mənim xaşıma. Ay üzüyə bənzəyir, ulduz onun qaşına. Üsrənli bayraq bizə təsəllidir, dayaqdır. Yolumuzun üstündə işıq saçan mayaqdır. Və digər sözü deyirəm, qızımıza deyirəm. Məsələn, mənim bir şeirim var idi, bir sualım onun cavabı.
Bu 10 cavabın hamısı qalıb orada, böyük şeiri götürüblər, bircə hissəni götürüb veriblər dərsliyə. İndi mən gedib onun davasını eləyən deyiləm. Ən gözəl yer haradır? Quzu dedi çəməndir, insan dedi vətəndir. O hissəni götürüb veriblər. Yəni, nədə görmüşəm, qəşəngəm. O dərsliyi ki, yazanda mən bilmirəm axı. Mən ali məktəbdə işləyən adamım, ibtidai sinifdən xəbərim yoxdur. Nə olsun uşaq şeiri yazırsan? Deyir ki, bax, bu mövzuda bir şeir olmalıdır. Dərslik o vaxt biz işləyəndə belə deyirdilər. Bu mövzuda bir şeir olmalıdır. Özdə burada filan məsələlər qoyulmalıdır ki, kurrikulumun qaydaları ilə biz ona uyğun nəsə düzəldək. Çətinlik buradadır. Mən onu başa düşürəm. İndi sizin metrənizdə götürmüşsünüz ki, bu 1 metr olmalıdır. 1 metr 20 sant olanları tulluyursunuz kənara, 80 sant olanları çevirirsiniz. Bizim 80 santları da atırsınız o tərəfə. Deyirsiniz ki, nə olsa 1 metr olmalıdır. Amma mən müasir Azərbaycan şeirinin dərsliklərə salınmasında başlıca məqsəd bacarıq vərdişlərinin elmi şəkildə, sizin dediğiniz şəkildə öyrənilməsidir. Ancaq elə bir dil xataları var ki, üslub səhvləri var ki, mən bunları deyirəm. Məsələn, kitabda müəllimlərin adları yazılır, dərslik kitablarda. Məsəl üçün, H.Həsənov. Ya bildim, başa düşürəm. Bu H.Həsənov eləmədən bunu yenə ki, Habil Həsənov, adı göv yaz. Bu problemlər var. Fidan xanım, məsələn, tutaq ki, cırtdan nağılını salırlar dərsliyə. Cırtdan. Qabaq salırlar da. İndi bu cırtdan rüşvətxordur da. Qəşəng deyil, göyçək deyil, tənbəldir. Və s. Bundan uşaq hansı ibrət dərsini götürəcək? Bəlkə mən bilmirəm, bəlkə siz deyəsiniz. Bu nəyin təbliğ eləyir? Yaxud buradan uşaq nə öyrənəcək? Mən istərdim bu məsələyə xüsusi diqqət yetirilsin. Kitablarda, uşaqlar üçün, xüsusilə ədəbiyyat kitablarında seçim edən zaman şifahi xalq ədəbiyyatına aid, məsələn, Dədə Qorquda aid. Dədə Qorqudu neçənci sinifdə veriblər? Yoxdur Dədə Qorqud haqqında. Dədə Qorqud 6-cı, 7-ci sinifdə sinifdən xaric oxu kimi verilib. Və yaxud Dədə Qorqud bizim Azərbaycan ədəbiyyatının, Azərbaycan ümumiyyətlə dövlətçilik mədəniyyətinin yəni əsası yaranmış bir əsərdir. Qəhrəmanlıq əsərlərdir. Və yaxud məsələn Koroğlu, Qatır Məmməd, bizim öz qəhrəmanlarımız haqqında məsələn aşağı sinifdə 5, 6, 7 niyə verilmir? Məsələn, yazılıb Manqurt əsər haqqında. Uşaq onu 5-ci sinif uşağı, 6-cı sinif uşağı. Bilirsiniz Fidan xanım. Bu normal deyil. Uşaq eşitmir bunu, görmür. O cür Dədə Qorqudun özünü vermək olmur. Yox, hissə, məsələn, Basatın təbəssətə bizi öldürməsi. Yadına düşür, orta məktəbdə işləyən ana ürəyi dağçı. Görürsünüz necə gözəl işləmişdir. Bizim dövrümüzdə bu cür lazımdır. Bu cür mətnləri eyni ilə vermək olmur. İxtisarla, bizim dövrümüzdə bax yazılırdı. Əsərin adı, müəllif və mötərizədə ixtisarla. Yəni uşaq bilirdi ki, bu əsər çox böyük əsərdir, yaxud bu dastandır. Bu haqda məsələn qısa şəkildə verilib bizə. Amma indi o yox. Mikayıl Zaquluzadənin Ana ürəyi dağ çiçəyi çap eləməzlər. Çünki deyirlər ki, burada bacarıq vərdişi yoxdur, müasir dövrün tələblərinə cavab vermir. Müasir texnika, uşaq intellekt, internet o səviyyəsində olmalıdır. Belə nağıllara inanmamalıdır. Daha realist, daha şeylərə getməlidir. Bizim duyğularımızın, bizim dəyərlərimizin heç birisi texnologiyadan asılı deyil. Bəli. Və bizim dilimiz, bizim duyğularımız. Sevgimiz, bu mücərrəd hisslər ki var, dostluq, sevgi, sədaqət, xeyirxahlıq, bunların heç birisi və yaxud xislətində nankorluq, xislətində pislik edən bir övlad və yaxud valideynlər arasında problem. Bu, heç bir texnologiya buna nə müsbət təsir edir, nə mənfi. Bu, artıq yüksək dəyərlərlə, bu oxumaqla, bu vərdişlə də deyil. Bu cəmiyyətdə bəlkə elə bir situasiya çözək ki, onun məsələn mühitində bu adi bir şey olacaq, amma bu əsərdən oxuyanda onu, ya və yaxud uşaq bunu oxuyanda, yəni bu nə qədər gözəl hisslər yaranır və o da gözəl insan olmaq istəyir. Bilməm, istəyirəm ki, siz kiçik bir hekayənizi oxuyasınız uşaqlar üçün. Böyük məmnuniyyətlə. Zəfər tariximizin növbəti ildönümü yaxınlaşırdı. Çox xoşbəxt idim ki, müəllimlik fəaliyyətimi məhz qalib gəldiyimiz ildə, 2020-ci ildən başladı. Sinifdəki bütün şagirdlərin hərəsinə bir şəhid haqqında esse yazmağı tapşırdım. Uşaqlar həvəslə hərəsi bir şəhid haqqında, xüsusilə öz rayonundan, öz məmləkətindən, öz elindən, obasından, məktəbinin adının verildiyi və yaxud valideynlərinlə bir sinifdə oxuduğu, bir qrupda oxuduğu şəhidlər haqqında, bildiyi şəhidlər haqqında məlumatlar verməyə başladı və o esselər yazmağa başladı. Müəllim görür ki, bir uşaq, şagird yazmır, həyətə boylanır, partaya boylanır, darıxır, ürəyi sıxılır və soruşur ki, hansı səbəbdən sən yazmırsan bir şəhid haqqında? Axı, mən sizə tapşırıq vermişəm. Uşaq doğsunur, ağlayır və
yalnızca bircə sətir yazmışdı. Naməlum şəhid. Uşaq soruşurlar ki, o kim idi? Deyir, bilmirəm. Soyadı necədir, bilmirəm. Harda doğulub, bilmirəm. Hansı peşə sahibi idi, bilmirəm. O necə görünürdü, bilmirəm. Bəlkə o uzun boydu, bəlkə çox qısa boy, bəlkə Tarzan idi, bəlkə çox yaxşı rəssam, bəlkə şirin dilli, bəlkə ləhcəsi vardı, bilmirəm. Amma bircə onu bilirəm ki, o vətən uğrunda canından keçmişdir. O naməlum şəhid idi. Hansı ki, üzərində tanınmaz hala düşmüşdü, üzərində heç bir sənədi çıxmamışdı və onun naməlum şəhid əskər adı ilə dəfn etmişlər. Yəni, həqiqətən də uşaqların qəhər boğdu və heç kim danışa bilmədi, artıq sual verə bilmədi. Bu qısa bir hekayədir əslində, amma uşaqlarda yalnız gördüklərinə yox, görmədiklərini də axtarmağa, araşdırmağa, görmədiklərinin haqqında da düşünməyə vadar edir. Qəşəng mövzumu gətirdi ora, bax, uşaq ədəbiyyatının təzə bir qoludur. Vətənpərvərlik, hərbi vətənpərvərlik. Mən bir məsələni danışmaq istəyirəm. Vaxtilə orta məktəbdə də işləmişəm. İlk şəhidlərimizdən olan bir dəstə uşaq da şəhid olublar. Gördüm, şəkillərini vurublar. Bu, oxumayan uşaqların şəkilləridir. Qəribə gəldi mənə. Və onlardan birinə şeir oxumaq fikrim yoxdur, deyirəm. Sadəcə qızımız məni o istiqamətə yönəltdi. Bir Rus şairinin şeiri var idi. Deyir, bir yol ölmüsünüzmü siz bu vətən yolunda? Bir yol ölmüsünüz, bircə dəfə ölmüsünüz siz bu vətən yolunda ki, belə-belə danışırsınız. O uşaqlardan birini ən pis oxuyana şeir yazmışdım. Məzmunu nədən ibarət idi? Rövşən Veysov adında bir nəfər idi. Bütün şəhidlərimizin ruhu şad olsun. Yazmışdım ki, sən vətən şeirini əzbərləyə bilməmişdin, amma vətən uğrunda ölməyi bacardın. Maraqlıdır. Maraqlıdır. İndi şəhidlərimizdən biri dəfn olunur. Çoxdur da, həddindən artıq qələbəmiz elə belə başa gəlmir. Bilirik, dəqiq adını deyirəm, Nəzməddin Savalanov adlı bir zabitimiz dəfn olunub. Uşağı aparıblar dəfnə. Bizdə elə şey yoxdur, uşağı dəfnə aparasın. Şagirdləri? Şagird yox, bunun uşağını aparıblar. 5 yaşı var uşağın. Mikrofonu uzadıblar buna. Bu mənim üç-rəngli bayraq şeirimi dedi. Siz təsəvvür edirsiniz, mən nə günə düşdüm. Abdullah Qurbani da aparırdı o tədbiri. Bir ağlamaq, bir hönkürmək filan. Həmən vaxtda ağlıma gəldi, yenə şeir demək fikrimdə deyiləm. Və mənim ağlıma belə bir fikir gəldi ki, şeir yazmışdım. Deyirəm, Azərbaycan övladları, şəhid balaları öz atalarını bayrağa bükülü, dəfn olduğundan görürlər deyə. Onlara elə gəlir ki, bayraq bunların atasıdır. Düzdür. Bayrağı ata bilən millətə zaval yoxdur. O ki, qaldı, yenə Fidan qızımız istiqamətdən dedi, madam ki, köhlənmişəm, o şeiri də oxuyum, sonra davam edeyim. Mən də bir şeir yazmışam. Şeir çox yazmışam mən. Bu mövzuda şeirlərim çoxdur. Bəlkə də səbəbi əsas ondan ibarətdir ki, mən o regionun adamıyam. Yəni, o ağrıları, yəni dərdləri, şəhidləri, qohumlar da olub, o biriləri də olub, görmüşəm. Və mən belə bir şeir yazmışdım. Şar və balaca qız. Sizin yazdığınız mövzudadır. Sən bu şara bax, şara, günəşə bənzər, sarı. Bu qız körpə fidan tək, can atır ona sarı. Havaya qalxan şarı gözləri ilə oxşuyur. Onu hər an bəladan qorumağa çalışır. Dünyanın heç yerində yox bu şarın bənzəri. Yalnız onu axtarır qızcığazın gözləri. Elə bil ki, bu körpə o şarla alır nəfəs. Bilirsiniz hardandır bu sonsuz sevgi, həvəs. Küləyərək doldurub həmən şarı atası. Döyüşdə şəhid olub, bu qız qalıb atasız. Gör, necə möhkəm tutub bu qız şarın sapını. Sanki bu şar azaldır körpənin əzabını. Onu hər bir bəladan qorumağa çalışır. Bu qıza baxan zaman ürəyimiz alışır. Bir gün toxtaqlıq verib, söylədik ki, sənə nə qədər istəyirsən şar alarıq biz sənə. Qız etiraz elədi, üzünü bulud aldı. Elə söz söylədi ki, əlim üzümdə qaldı. Özünüzü yormayın, bu şarın əvəzi var. Axı onun içində atamın nəfəsi var. Bu qızı yetim qoyan namərd əllər qurusun. Ulu Tanrım bu şarı tikanlardan qorusun. Uşaq ədəbiyyatımızın yeni mövzusudur. Uşaq ədəbiyyatımızın yeni mövzusudur. Və bir də deyim, Qəşəng müəllim, bir var ki,
Biz uşaq ədəbiyyatlarında təəssüf ki, elə bilirik ki, elə ancaq balaca ibtidai uşaqlardan söhbət gedir. Amma bu belə deyil axı. Bunun keçidi var, yeniyetməliyi var, orta yaş dövrü var, filanı var. Bir dənə də maraqlı söhbət də qızışmışam da. Onu da deyim, yekunlaşdırıram. Çox qəribədir. İndi mən uşaq şairi kimi təqdim eləyirsiniz, hər yerdədir. Fəxr eləyirəm, bundan qürur duyuram. Amma mənim yaradıcılığımda, məsələn, kiçik bir qoldur. Kiçik bir qoldur. Elə olub ki, o ehtiyacdan yaranıb ki, görmüşəm, yoxdur, yazmışam. Bunlar hamısı təsadüfi yaranmayıbdır. Deməli, dərs deyirəm qızlara, gələcəyin müəllimi olan qızlara. İndi uşaq ədəbiyyatından dərs deyirəm, uşaq ədəbiyyatı o qədər maraqlı deyil də bunlar üçün. Böyüklərdir. Bunlar istəyir sevgi şeiri. Ay müəllim, biz uşağıq, bir qız deyir, imkan vermir mənə. Ay müəllim, biz uşağıq, bizə sevgi şeiri oxuyun. Mənim proqramım uşaq ədəbiyyatıdır axı. Və mən də acıqlandım, mən sana alam, biraz tanıyırsam, tez özümdən çıxanam. Buna bir uşaq şeiri dedim, acığım tutdu. Uşaq şeiri demək deyildi, bunu tənbih eləməkdir. Deyirəm ki, armud dərmişəm 2 cib, babam məndən bərk inciyib. Bir dişləyib atıram, deyirəm armudlar pisdir. Babam mənə acıqlanır, belə deyir, hirsli. Qulağını çəkəcəyəm, bir də armudu kal yolsan. Dəymişi seçə bilmirsən, sən özün də hələ kalsan. Deyib barmağımla qızı göstərim, sən özün də hələ kalsan. İndi bu qız çalışır ki, mənə sübut eləsin ki, mən kal deyiləm. Və bir gün Grossmanın kitabını oxuyuram, Dostoyevski haqqında kitabdır. Xətrinə dəymişəm axı. Deyir ki, bu kitabı verərsiz oxuyun. Mən də kitab vermirəm. Verəndə qaytarmırlar. Apardı kitabı. Bir həftədən sonra gətirdi, kitabı belə qoydu. O noxud üstündə yatan şahzadə kimi əlini də belə vurdu. Üstünə şübhələndi bir nəsə bir yazı var. Biraz da cavan vaxtlarımda, 40 neçə yaşım vardı. Belə baxdım, biraz həyəcanlandım doğrusu ki, gördüm məktubdur. İndi bir var ki, burada yazar ki, ay müəllim, mən kal deyiləm, ay müəllim, mən nə bilim nə, giləy güzar ola, ay müəllim, mən sizi sevirəm, ay müəllim, bu hamısı havayı söhbətdir də. Gördüm, bu qız yazıb ki, günəş şüası pəncərədən taxtanın üstünə düşmüşdü. Qəribədir, şüanı keçirib taxtaya saldığı halda, taxta isti, onun özü isə soyuq idi. Və bu o vaxtıdır ki, bizim rayonlar işğal olunmuşdu. Mən and içmişdim ki, sevgi şeiri yazmayacağım. Və bir şeir yazdım, indi deyəcəm səbəbini deyirəm. Şüşə adlı bir şeir yazmışdım. Deyək ki, ürəyim buz deyil, bunu epiqraf gətirdim, yazdım. Ürəyim buz deyil, düşmə təşvişə. Sevda yollarında çox iffət çəkib. Sənin qınadığın bu soyuq şüşə olanacan müsibət çəkib. Mane olmasa da nura, günəşə, soyuğun önündə hasar tək qalxıb, sən hardan biləsən bu soyuq şüşə nə qədər odların içindən çıxıb? Doğma budağından ayrılan xəzəl qoşulub yerlərə hara tələsər. Şüşə ürəyimlə oynama gözəl, sınmağı cəhənnəm əlini kəsər. Və bu şeirdən sonra Qəşəm müəllim, bu qızla dostlaşdıq dediyi sözü deyirəm. Deyir ki, ay müəllim, siz elə bilirsiniz ki, uşaq elə ala-bula boz keç şeirini oxuyan uşaqdır. Siz şairlər, yəni ciddi şairlər, sevgi şeirləri yazmışsınız deyə ara şairlərinin şeirlərini, orta məktəb uşaqlarını görün, hamısı özünə bir xatirə dəftəri düzəldir, orada o şeirləri yazıblar. Yəni demək istəyirəm ki, bir ucu o balacalıqdan başlayan şeirdir. Kiçik yaş dövrü var, məktəbə qədər yaş dövrü var, ibtidai sinif yaşı var, orta 5, 6, 7, 8 çətindir. Sonra yeniyetməlik var, 9, 10. Bunun hərəsinin öz şeiri var, hərəsinin öz mövzusu var, öz predmeti var. Çətinlik buradadır. Bəli, ona görə də bu uşaq ədəbiyyatına qayğı lazımdır. Düzdür, uşaq kitabları çap olunur, Expo mərkəzində böyük kitab təqdimatları keçirilir, Elmlər Akademiyasının bağında, sonra əl oyunları İdman Sarayında kitab yarmarkaları keçirilir və uşaqlar gəlirlər, alırlar. Amma bu uşaq qiraətçiləri yoxdur və bu elə uşaq ədəbiyyatının ən əsas problemlərindən biridir. Gəldiyiniz üçün sizə təşəkkür edirəm. Çox maraqlı bir söhbət oldu və yəqin ki, tamaşaçıları da bilirlər və nənələrin yanında uşaqlar da oturub və bizə uşaqlar da baxır, biz onların verilişini, onların problemlərini dedik və arz edirik ki, onların kitabları həmişə yüngül olsun, amma içindəki şeirlər, hekayələr dəyərli olsun. Beləliklə, verilişimiz sona çatdı. Sağ olun, sağlıqla qalın. Çəkilişə şərait yaratdığına görə Narşərəf restoranının rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Müasir uşaq ədəbiyyatımız və dərsliklərimiz mövzusunda danışdıq. Qeyd etdik ki, ibtidai sinifin dərslikləri çox ağırdır. Bu, onların onurğa sütununa zərər verə bilər. Sonra kitabların içinə keçdik və müəyyən etdik, danışdıq ki, burada çap olunan əsərlərin çoxu rabitəli nitqin inkişafına mənfi təsir göstərir. Nağıllarımız yenidən işlənməlidir, dərsliklərə salınmalıdır. Uşaqlar sinifdən xaric oxu ilə məşğul olmalıdırlar və onların ünsiyyət vasitələrindən istifadə etməlidirlər. Onların dünya görüşü formalaşmalıdır. Bəli, uşaq ədəbiyyatının problemləri çoxdur. Elə problemlərin də biri odur ki, biz uşaq qiraətçisi tapa bilmədik ki, bizim uşaq şairlərimizin şeirlərini ifa etsinlər. Elə əsas məsələlərdən biri də budur.